Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain. Əmmə ba'd. Deməli, Şərh-ü Sünnə Bərbəhari kitabının şərhinə davam edirik. Və burada müəllif buyurur ki, "Va'lem enned-dünya darul iman və İslam." Bil ki, dünya deyir, iman və İslam diyarıdır. Yəni bu nə deməkdir? Şeyx Fozan buyurur ki, İslam və iman diyarı dünyada, yəni əməl diyarıdır. Və həmçinin əsli olaraq dünya Darul İslamdır və sonradan Darul Küfrə çevrilir. Yəni Darul İslam və Darul Küfr məsələlərində əsl qayıdır nəyə? Darul İslama. Dünya ümumən əməl diyarıdır, İslam diyarıdır, iman diyarıdır. Və sonradan artıq yəni bir ölkədə vəziyyətin dəyişməsi ilə artıq ora Darul İslamdan Darul Küfrə çevrilir və hətta elə məqamlar ola bilər ki, qarışıq olsun. Necə ki, misal üçün, Şeyxülislam İbn Teymiyyə rahimehullah ondan soruşanda ki, Mərdin cəmaatı haqqında, Mərdin Türkiyədə bir şəhər, oranın halı haqqında Darul Küfrdürmü, Darul İslamdırmı? Konkret belə deyək, nə Darul İslam deyə bilmir, nə Darul Küfr deyə bilmir. Və nə deyir? Deyir, qarışıqdır. Çünki o artıq Monqollar oranı zəbt etmişdi, hökumət, hakimlik onların əlində idi, amma əhalisi müsəlman idi. Cəmaatı müsəlman idi. Və ona görə deyir, qarışıqdır. Və buradan nə nəticə çıxır? Yəni, Darul Küfr hökmü vermək bir yerə çətin məsələdir. Hətta alimlərdən deyənlər var ki, bir ölkə artıq İslam diyarı olubsa, ora heç vaxt artıq Darul Küfr olmaz. Hətta oranı kafirlər zəbt eləsə də, orada Darul Küfr deyilir. Belə rəy də var. Yəni, rəylər çoxdur, alimlərin rəyi çoxdur. Yəni, əsl olaraq, burada Bərbəhari rahimehullah dediyi məsələdir ki, deyir, bil ki, dünya, iman və İslam diyarıdır. Yəni, əməl diyarıdır. Axirət isə əməlin bəhrəsini görülən yerdir. Axirət. Yəni, insan dünyada əməl eləyir, onun əvəzini axirətdə görəcək. Ya savab baxımından mükafat alacaqsan və ya cəza. Fəl-İslam vəl-iman innəmə yəkunəni fid-dünya. İman və İslam deyir, dünyada olur. Əmmə mən mətə alə qeyril-İslam vəl-iman fə innəhu kafir. Kim də deyir, İslam üzərində yox, küfr üzərində ölərsə kafir olar və ona qiyamət günü yəni, heç bir şey fayda verməz. Və o axirətdə kafir olan kəs arzu eləyəcək, xəyal eləyəcək, arzu eləyəcək ki, kaş ki mən iman gətirərdim, kaş ki mən salih əməllər işləyərdim. Və qiyamət günü kafirlərin halı haqqında Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, وَلَوْ تَرَى إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ. Onlar odun qarşısında dayandırıldıqları vaxt, saxlanıldıqları vaxt, odun qarşısında deyəcəklər ki, kaş ki biz dünyaya qaytarılardıq. Kaş ki biz dünyaya qaytarılıb, Rəbbimizin ayələrini də yalan saymazdıq və möminlərdən olardıq dediklərini görəydin. Yəni, bu cür təmənna eləyəcəklər ki, kaş dünyaya qaytardıq, kaş əməl eləyərdik, kaş möminlərdən olardıq, Allahın ayətlərini yalan saymazdıq və bu kaşların da heç bir faydası olmayacaq, artıq iş işdən keçib. Çünki dünya həyatında lazımdır. Dünya həyatında nə etdin, etdin. Bugün əməl var, haqq hesab yoxdur. Amma vaxt gələcək, haqq hesab olacaq, əməl olmayacaq. Əməl eləyə bilməyəcəksin. Və Şeyx Fozan buyurur ki, İslam və iman, bu iki şey aralarında fərq var. Çünki din 3 mərtəbədən ibarətdir. Birinci mərtəbə nədir? İslam mərtəbəsi. İkinci mərtəbə iman mərtəbəsidir. Üçüncü də ehsan mərtəbəsidir. Yəni, insan birinci İslama girir, İslam dairəsi genişdir. Bu İslam dairəsinin içində iman dairəsi var, yəni mömin olmaq. Bu İslamdan daha yuxarı mərtəbədir. Və bundan daha yüksək mərtəbə də nədir? İhsan mərtəbəsidir ki, o da Allaha elə ibadət edirsən ki, sanki Allahı görürmüş kimi. Bu ən üstün dərəcədir. Və bu da Cəbrail hədisində varid olub, məşhur Cəbrail hədisi var.
Yəni bilirsiniz hamınız o hədisi. Və İslam sözü nə deməkdir? Təslim olmaq, zahirdə təslim olmaqdır deyir. İnsan zahirdə müsəlman olur. Ola bilər münafiqdir. Ola bilər batində, yəni daxildə iman gətirməyib. Küfrü gizlədir. Bu adam münafiqdir. Amma İslamı izhar etdiyi üçün zahirdə bunu nə sayırlar? Müsəlman. Bununla müsəlman müamiləsi aparılır. Hətta münafiq olsa belə. Çünki münafiq hökmü vermək çox çətindir birinə. Kafir hökmü vermək çətindir. Şərtlər var, maniyələr var. Bunlar tamamlanandan sonra kafir hökmü verə bilirsən. Amma münafiq hökmü vermək bu daha çətindir. Çünki adam İslamı izhar eləyir, küfrü gizlədir. Qəlbi də sən görmürsən. Amma adam münafiq. Hətta sahabələr belə münafiqləri tanımırlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm belə münafiqlərin hamısını tanımır. Quranda ayə var, deyir, sən ətrafında münafiqlər var, sən onları tanımırsan, biz onları tanıyırıq. Ona görə birinə münafiq hökmü vermək çox çətindir. Çünki qəlbi məsələdir. Ona görə nədir? Müsəlman kimi müamilə aparılır şəriətdə. Münafiqlərlə belə. Əmməl iman fə innəhu la yutlaqu aləl münafiq. Ona görə İslam hökmü hamıya verilir. Müsəlman. Amma iman hökmü, mömin demək, hər adama bu deyilməz. Mömin hər adama deyilir. Deyir ki, la budda min ictimal İslam vel iman. İmanla İslamın bir araya gəlməsi lazımdır. Fəidə zukira vahidun faqat daxala fihi axar. Tək İslam zikr edildikdə iman da ora daxildir. Amma ikisi bərabər zikr olunduqda fərqli şeylər. Misal olaraq İslam və iman. Yəni bir yerdədir. Yəni mömin, insan İslama girib müsəlmandır. Amma İslam nədir, iman nədir ayrı-ayrılıqda özünün yəni fərqli mənaları var. Və buna da dəlil nədir? Cəbrail hədisi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşanda ki, İslam nədir, nə deyir? Şəhadət gətirməyindir ki, Əllə ilə illallah, yəni Allahdan başqa haqq məbudu yoxdur, Muhammed onun rəsuludur. Namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc eləmək. İman nədir deyəndə ayrı-ayrı görsüz zikr olundu. İslam nədir? Ayrı bir şey. İman nədir? Nə dedi? İman, Allaha iman gətirmək, mələklərinə iman gətirmək, rəsullarına, qiyamət gününə və qədərin xeyrinə və şərinə iman gətirmək deməkdir. Bu da bir növ batini əməllərdir. İman deyildikdə bir növ batini, yəni insanın Allaha inanması, bu hədisdə keçən deyirəm. Allaha iman gətirməsi, mələklərə iman gətirməsi. İslam deyildikdə zahir əməllərdir. Namaz, zəkat, oruc, həcc. Və deyir, وَلَا بُدَّ مِنْ اِجْتِمَاءِ الْإِسْلَامِ وَالْإِيمَانِ İslamla iman bir olmalıdır. Və biri zikr olunsa, digəri ona daxildir. Yəni, İslamla iman bir araya gəlsə, mənalar bir növ ayrı olur. Və ayrılıqda gəlsə, mənalar birləşir. Bir mənaya devam edebilir. Misal olaraq, fəqirlə miskin sözü. Fəqir, miskin ikisi bir araya gəlsə, fəqirin bir mənası var, miskinin bir mənası var. Fəqir başqa bir şeydir, miskin başqa bir şeydir. Amma ikisi bir araya gəlsə, fərqlənir. Amma ayrı-ayrılıqda gələndə fəqir və yaxud miskin bir növ bir mənaya gəlir. İman İslamda belədir. Və sonra Barbahar rəhməlullah buyurur ki, Muhammed ümmətinin deyir, sallallahu aleyhi və səlləm, möminlər var, müsəlmanlar vardır ki, onların əhkamları var. Əhkamlar tətbiq olunur. Miras məsələlərində, kəsim məsələlərində, yəni heyvanların kəsimi, hət məsələlərində və namaz qılmaq məsələsində, yəni cənazə namazları məsələsində. Şeyx Fovzan deyir ki, Muhammed sallallahu aleyhi və səlləmin ümməti, yəni müsəlmanlar, burada həm möminləri zikr elədi, həm müsəlmanları. Çünki möminlər deyildikdə ancaq müsəlmanlar qəsd edilir. Bura münafiq daxil deyil. Müsəlman deyildikdə münafiq də daxildir bura. Zahirə görə. Lakin el-İslamu sahih la budda ma'hu el-iman. Səhih iman isə nədir? Səhih İslam odur ki, imanla bərabər olandır. Necə ki, Quran-ı Kərimdə Allah Teala buyurur ki, Qalətil ə'rabu əmənnə. Bədəvilər dedilər ki, biz iman gətirdik.
Qul lem tu'minu velakin qulu əsləmnə. Deyin ki, siz iman gətirmədiniz. De ki, siz iman gətirmədiniz, lakin təslim oldunuz. Tabe oldunuz, yəni müsəlman olduq. Belə deyin. Tam şəkildə iman sizin qəlbinizə hələ daxil olmayıb. Yəni müsəlmanların əhkamlarından danışır. Bir müsəlman vəfat eləyərsə, yəni onun üzərində, yəni digər müsəlmanın, yəni onun haqqı var üzərində. Qüsl alınmalıdır, kəfənlənməlidir, cənazə namazı qılınmalıdır və müsəlmanların qəbristanlığında dəfn edilməlidir. Çünki müsəlmanlar bir bədən kimidirlər. Müsəlmanlar bir-birinə yardımlaşmalıdırlar, bir-birlərinə kömək etməlidirlər. Necə ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, möminlərin məsəli sevgi məsələsində, sevgidə, bir-birinə mərhəmətdə, şəfqətdə bir cəsəd kimidir, deyir. Müsəlmanlar bir cəsəd kimidir. Əgər bədənin bir üzvünə bir şikayət olarsa, yəni ağrı olarsa və ya xəstəlik olarsa, digər üzvü də bunu hiss eləyər. Və digər üzvü də buna bir növ yuxusuzluqla, qızdırma ilə bunu çəkər, bu ağrını çəkər. Yəni bir bədən kimidir, deyir. Və əl-mu'minu lil-mu'mini kəl-bunyan və Peyğəmbər sallallahu aleyhi və səlləm digər hədisdə buyurur ki, möminlər bir bina kimidirlər. Bir bina kimidirlər. Bir-birini möhkəmlədirlər və əllərini, barmaqlarını keçirtdi. Yəni möminləri bu cür vəsf elədi ki, bir-birlərinə bir bina kimi bina ediliblər. Və həmçinin Quran-Kərimdə innəməl mu'minuna ixvə, möminlər qardaşdılar. Ona görə də müsəlmanların bir-birinə qarşı olan əhkamları var. Və burada zikr olunan cənazə namazıdır. Həmçinin onların kəsim məsələsi gəlir burada. Müsəlmanın kəsdiyi halaldır. Hətta fasıq olsa belə deyir. Hətta fasıq olsa, günahkar olsa, İslamdan çıxmadığı sürəcə onun kəsdiyi halaldır. Və həmçinin münafiqin kəsdiyi də nədir? Yeyilir. Halal sayılır. Münafiq kəssə belə. Çünki ona İslam hökmü verilir. Müsəlman hökmü verilir zahirdə. Ta ki onun nifaqı açıq-aşkar bəyan olmayınca. Açıq-aşkar, yəni bildirməyincə və yaxud küfrünü, gizlətdiyi küfrü üzə çıxartmayınca, onunla nədir? Müsəlman müamiləsi aparırsan. Və həmçinin Allah Teala buyurur ki, وَتَعَامُ الَّذ۪ينَ اُوتُوا الْكِتَابِ حِلُّ لَكُمْ. Kitab əhlinin kəsdikləri yeməyi, burada taam yemək mənasındadır, amma nədir? Kəsdikləri nəzərdə tutulur. Yəni onların kəsdikləri də sizə halaldır, deyir. Kitab əhlinin kəsdikləri. Əmmə zəbəhli vəsəni, həmçinin, amma deyir, bütə ibadət eləyənlərin, kafirlərin, müşriklərin kəsdiklərinə gəlincə, onların kəsdikləri yeyilməz, haramdır. Çünki bir növ leşdir onların kəsdiyi, nəcis sayılır və o yeyilməz. Cənazə namazı məsələsinə gəlincə, Bərbaharinin rahimehullah bu sözü ki, və onlara cənazə qılınır müsəlmanlara. Hər bir müsəlmana cənazə namazı qılınır. Hətta fasıq olsa belə, günahkar olsa belə, asi olsa belə, münafiq olsa belə. Çünki sən nifaqını bilmirsən dedik, İslam hökmü verirsən. Nifaqı üzə çıxmayan münafiqdən söhbət gedir. Ta ki İslamdan çıxmayınca insan, onun cənazə namazı qılınır, dua edilir ona, onun üçün istiğfar dilənilir, bağışlanma dilənilir və həmçinin miras qoyur, yəni mirası götürülür. Və deyir ki, heç kəsə də həqiqi imanına şahidlik eləyə bilmərik. Çünki bu mömindir. Əsl bir mömindir, imanı kamil bir mömindir deyə bilmərik, deyir. Və lə nəşhədu li əhədin bi haqiqatil iman. İmanın həqiqiliyinə heç kəsə yəni biz şahidlik etmirik. Ta ki, bütün İslamın, bütün şəriətin gətirdiyini əməl etməyincə. Və burada da deyir, bunun şərhində, bu kəlmənin şərhində, deyir, heç kəsə təmizə çıxartmırıq. Heç kəsə, yəni bu mömindir, filan kəs mömindir demirik. Çünki bu, yəni, biz bilə bilmərik ki, o adam həqiqətən də mömindirmi? Mömin çünki dedik ki, İslamdan daha yüksək dərəcədir. Və hətta Allah Rəsulunun yanında sallallahu aleyhi və səlləm bir kişi deyir ki, ya Rasulullah ona da ver, bu qənimətlərdən, bu paydan ona da ver. Çünki o mömindir. Allah Rəsulü nə deyir? Sallallahu aleyhi ve sellem. Və ya müsəlmandır. Əv muslim, əvül muslim, yoxsa bəlkə müsəlman da deyir. 3 dəfə təkrarlanır. Deyir, ya Rasulullah ona da o mömindir. Nə deyir Allah? Bəlkə müsəlmandır. Bəlkə müsəlman deyək yəni. 3 dəfə. Yəni mömin deyərək kimisə təmizə çıxartmaq bu cür doğru deyil. Falan kəs mömindir.
Belə demək olmaz. Müsəlmandır. Fənnəbi sallallahu aleyhi və səlləm yurid bi hədə ənəl insan la yuzakki əhədən. Və bununla Allah Rəsulü nəyə göstərmək istəyir? Yəni heç kəsə təmizə çıxartmaq, yəni bu məsələdə də olmaz. İnnəmə yu'tihi el-ism am. Ümumi ismi ona şamil etdi. Yəni müsəlman ismi, mömin ismini. Fəyəqul huwa muslimun və dedi ki, o müsəlmandır. Qad yakunu musliman mutəməkkənən minəl İslam və qad yakunu musliman indehu fisk. Ola bilər müsəlman, yəni gözəl müsəlmandır, ibadətlərində möhkəmdir, asiliklərdən uzaqdır və yaxud müsəlman da amma fasiqdir. Bu da müsəlmandır da. Ümumi bir addır. Asiliklərdə olan da həmçinin müsəlmandır və digərlərdir. Və qavluhu fə in qassara fi şeyin min zəlik kənə naqisal imanı həttə yatub. Əgər bir müsəlman naqislik eləyərsə, nə olur? Yəni bu şeylərdə naqis olur. İmanı naqis müsəlman olur. Ta tövbə edincəyə qədər imanı naqis olur. Bir əhl-i sünnənin əqidəsi budur ki, asi olan, fasıq olan, böyük günahlar işləyən bir müsəlman dindən çıxmır ta ki, o günahları deyək ki, halal görməyincə və yaxud bir küfrlə gəlməyincə, dindən çıxarılan bir əməlləri işləməyincə dindən çıxmır. Yəni böyük günaha görə, əhl-i sünnəyə görə böyük günaha görə təkfir edilməz. Bu xavaricilərin etiqadıdır ki, böyük günaha görə təkfir edilir. Ona görə Şeyx Fovzan burada şərhdə buyurur ki, əhl-i sünnənin əqidəsi odur ki, asi, fasiq, böyük günah sahibi mədəmə dunə şirk, yəni şirkdən aşağı olan məsələlərdə dindən çıxmır, müsəlmançılıqdan, İslamdan çıxmır. İllə mə azhara ləkə minət-tədyi'i şərail-i İslam. Ey illə idə irtəkəbə naqidə min nəvaqid İslam. Ta ki deyir sənə zahir olana qədər ki, İslamdan nəyisə zayi eləyib. Şərh Bərbəhar rəhməllah bunu gətirir burada və şərhdə deyir ki, yəni burada nədir? Sən birinə müsəlman hökmü verirsən, İslam hökmü verirsən. Qalanını tərk eləyirsən Allaha, onun daxili məsələlərini qarışmırsan. Ta ki sənə yəni İslamdan onun zay etdiyi bir şey zahir olmayınca, yəni dindən çıxardan bir məsələni etməyincə. Və burada Şeyx Fovzan şərhdə buyurur ki, yəni insan dindən çıxardan bir əməlləri edərsə, İslama müxalif əməllər eləyərsə, o zaman ona riddə hökmü verilir, münafiq hökmü, mürtəd hökmü verilir ona. Və deyir ki, misal olaraq deyir, küfür söz söyləyə bilər. Allaha söymək, haşa, yəni Peyğəmbəri söymək. Zahirən bundan bu yəni izhar oldusa, küfür izhar oldu. Nə hökm verilir? Mürtəd hökm verilir. Həmçinin deyir burada Şeyx Fovzan tərk-i salət mütəammidən, bilərəkdən namazı tərk etmək. Və bu da bəllidir ki, Şeyx Fovzan namazın tərki məsələsində oraya dedi ki, namaz tərki küfürdür. Dindən çıxardan küfürdür. Ona görə bunu məsələni burada gətirir ki, yəni namazın tərki, həmçinin Allahı söymək, Rəsulunu söymək, İslam dinini söymək, bunları gətirir. O zaman deyirsən ona riddə hökmü verirsən, mürtəd hökmü verirsən, sənə zahir olana görə. Təkfir eləyirsən. Fəmən əzhara naqidən minə nəvaqidil İslam mə'zəvalil uzr. Kimdə ki, dindən çıxardan bir məsələ üz versə, görsən, və burada şərt gətirir, Şeyx Fovzan nə deyir? Deyir, üzürü aradan qalxıbsa və maniyələr həmçinin aradan qalxıbsa, ondan sonra təkfir olunur. Ola bilər təvil eləyib. Ona görə nə deyir? Deyir ki, baxılır, bəlkə təvil eləyib. Həl huvə mütəvvil, əv huvə müqallib. Ola bilər təqlid eləyib kimisə. Təqlid eləyib kimisə. Əv huvə cahil və yaxud cahildir. Cəhalətindən dolayı eləyib. Və ya qəzəbindən dolayı eləyib. Fələ yuhkəmu aleyhi bir riddəti mə hədihil məvani. O zaman bu maniyələr olarsa ona mürtəd hökmü verilməz. Bunu kim deyir? Şeyx Salih Əl-Fovzan şərhdə. Gətirdi dindən çıxarılan məsələləri və sonra nə dedi? Deyir ki, baxmaq lazımdır ki, maniyəsi var bəlkə. Və yəni təkfirdə dayanmaq lazımdır. Dərhal təkfir edilməz. Ola bilər adam cahildir, bilməyib və yaxud ikrah altındadır. Öldürülmə təhlükəsi var. Və yaxud deyək ki, xəta eləyib. Ləfsi bir xəta elədi və yaxud yəni çoxdur. Maniyələr var, üzürlər var. Onlar şərtlər və maniyələr bir araya gələndən sonra, maniyələr aradan qalxandan sonra o zaman bu hökm verilir. Yəni dərhal küfür gördüm birindən, mən təkfir eləyim, belə şey yox.
Bu olmaz. Hətta Şeyx Fovzan belə baxsan fətvalarında nə deyir? Sual versən deyir, hə, müşrikdir. Deyir belə. Amma məsələnin təfsilatına gələndə, daha geniş araşdırmada baxsan ki, görsən burada da deyir şərtlər, maneələr, bunu hamı deyir. Şərtləri, maneələri hamı deyir. Sonra müəllif buyurur ki, "Və-salatu alə men mata min əhlil qibləti sünnə." Qiblə əhlindən ölənin namazını qılmaq sünnədir deyir Şeyx Əl-Bərbahari rahimehullah. Həmçinin rəcm edilmişin və-zəni, zinakar. Biri zinakardır. Sonra da öldü. Onun da cəzası qılınır. "Vəllazi yaqtul nəfsəhu." Özü özünü öldürən, yəni intihar edən kəs. Əl-Bərbahari nə deyir? Deyir, onun da cəzası qılınır. "Və qeyrihim min əhlil qiblə." Qiblə əhlindən və digərləri həmçinin. "Və-səkran." İçkili olan. Həmçinin onun da deyir Əl-Bərbahari. Və digərləri. "Və-salatu aleyhim sünnə." Onlara namazını qılmaq sünnədir deyir, cənazə namazını qılmaq. Və bunun şərhində Şeyx Fovzan buyurur ki, "Hədə kəmə səbəq." Bu gəldiyi kimidir, yəni izah etdiyimiz məsələlər kimidir həmçinin. Bu da kimdə ki iman və İslam izhar olunubsa, onun cənazə namazı qılınır. Yəni mədəm ki bu müsəlmandır, müsəlman adı var üzərində, dindən çıxmayıb, fasıq da olsa və bu günah sahibləri belə olsa, nədir? Namazı qılınır, cənazə namazı qılınır. Və humul-lezine yusalluna iləl-Kəbə, yəni qiblə əhlidir deyir. Və haulai nuamiluhum biz-zahir, və zahirlərinə görə hökm verilir və onlara müsəlman hökm verilibsə, o zaman nədir? Bunların cənazə namazı qılınır. Yəni həm diri ikən, həm ölü ikən İslam hökmü verilir bunlara. Əl-mu'minul fasik, fasik mömin deyir. Dindən çıxmadığı sürəcə, yəni ona İslam hökmü verilir və onunla müsəlman müamiləsi aparılır. Onun üçün dua edilir. Hətta deyir, yəni insan özünü öldürübsə, yəni intihar eləyibsə, həmçinin rəcm olunan, zina edən və digərləri və burada misal gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm zina edənlərə namaz qıldı, cənazə namazı qıldı. Və bəllidir ki, Məizə cənazə namazı qılıb, sahabi gəlir etiraf eləyir və həmçinin qadın olur, Qamiliyyə. O da gəlir etiraf eləyir və bir müddət sonra o da rəcm olunur. Və bunların cənazəsini Allah Rəsulü sallallahu aleyhi və səlləm özü qıldırır. Və hətta soruşanda ki, cənazə namazı qılırsan zinakara, nə deyir? Deyir, vallahi onun tövbəsi deyir, Mədinə cəmaatına paylansaydı, deyir, hamıya kifayət eləyərdi. Yəni. O cür tövbə, yəni Allah subhanahu ta'ala tövbəsini qəbul edir. Və içki içənə həmçində, içkili halda olana, onlara da namaz qılınır, cənazə namazı. Deyir, "Əs-səkran ləzi yəşrabul xamr fəsid." Yəni içki içən təbii ki, deyir nədir? Fasiqdir. Hədd cəzası var ona şəriətdə. Lakin dindən çıxmır deyir. Dindən çıxmır. Fəizə mətə yusalli aleyhi və ləv kənə yəşrib əl-xamr, və ölərsə namazı qılınır, hətta içki içən olubsa da belə. Çünki yeni qiblə əhlindən sayılır, müsəlman sayılır. Bir də bir məsələ var. Dedik ki, yəni içki içən və yaxud zinakar və deyək ki, adam intihar eləyir. Ümumi cəmaat qılır, amma imam və nüfuzlu bir şəxs, hansı ki, örnəkdir cəmaata, bu qılmır. Nəyə görə? İbrət olsun deyənə. Cəmaata ibrət olsun deyənə. Amma belə ümumən qılınır.